İkincisi də yeniden hər biri salmırıq. İlk sən nəticəsini sizə xatırladaq. Laçın 6, Veteranlar 0. Həll edici isə. UEFA Şampiyonlar Liqasında da bugün mərkəzi qarşılaşma var. Inter-Barcelona duelini izləyə biləcəksiniz. Təbii ki, Xəzər Liqasının oyunundan sonra Bakı vaxtla saat 23:00-da yanılmıramsa başlayacaq. İlk oyunun Inter-Barcelona'da 3-3'lük bərabərliklə meydandan ayrılmışdı. İndi cavab maçında finala uzun illər sonra ilk dəfə çıxmaq üçün Inter öz meydanlarında İtaliyada rəqibini darmadağın etməyə vəd verib. Baxaq, Xəzər Liqasının mərkəzi qarşılaşmasından sonra bu oyunun nəticəsi necə olacaq? Aleyksalam Şakir Muradov, yanımıza xoş gəldiniz. Abbasov topladı. Siyavuş, Semur Ağamalıyev. Ramazanova gəlir top. Semur Ağamalıyev qayda pozisiyonu davam etdirmək olar. Ağamalıyev zərbə endirir və qaçdı bu fürsət. Qaçdı bu fürsət Ağamalıyevdə. Fərqi 7 topa çatdırmaq üçün əla imkan yaxalamışdılar, amma fürsəti boşa verdilər. Ramazanov komandalaşılı oynuyor. Firatdan sol canta Semur Səlimova gəlmişdi. Topu isə hədəfi yox, İlyar İmanovu sanki nişan aldı. Firat, Semur Səlimov, Fəxri Allaveziyev. İlyar İmanov, Siyavuş və girdək zərbə. Növbəti 6 yerinə yetirəcək Veteranlar komandası. Canayımızı maksimum bəyənirik, yəni paylaşaq. Bu möhtəşəm turnirin, bu möhtəşəm oyuncularını bütün ölkə izləyə bilsin. Top Ramazanov'da. Firat'la oynuyor. Fəxri Allaveziyevə gəldi top. Gün zərbəsi. Toxunuşu var idi. Firat qeyriyə qalındı zərbə və qalkiper top oyuna daxil edəcək. İkisi də vurulan qollar elə ki maçda yeganədir. 6-0'lık üstünlüyü var Çınarıncı gemdə olan Laçın komandasının. İlyar İmanov. Semur Ağamalıyev. Xəqari. Siyavuşlu oynuyor geriyə. Semur Ağamalıyev. Hava türməsi mükəmməl. Başla zərbə lazım idi və zərbə oldu mu? Gol olan oldu. Amma gol kimin aktivinə yazıldı? Semur Ağamalıyevin aktivinə yazıldı. Qapçını əla çaşdırdı Fəqan Abbasov və nəticə 7-0. Hesab 7-0 oldu. Semur Ağamalıyevin hava ötürməsi birbaşa tora daxil oldu. Out, Veteranlar. Semur Səlimov. Əkbərzadə çatdırdı özünü topa. Arif Əkbərzadə. Fəqran Abbasov. İkisi də 3 qolu var. Allaveziyevə gəldi top. Çarpazda yoxluyor şansını və Miraxov yenə keçirməz dağ oldu. Altı yerinə yetirəcək Veteranlar. Hesabı sizə xatırladaq. Veteranlar 0, Laçın 7. Və nəhayət Məhəmməd Ramazanov qollardan birinin əvəzinə çıxa bildi. 7-1 olur hesab. Ağamalıyev. İlyar İmanov. Fəxri Allaveziyev qarşıladı. Asim Ahmuzadə.
Fəxrallah Verciyev və top qapı dirəyinə, oradan isə auto yönəldi. Seymur Ağamaliyev. Onun da zərbəsi geridə. Seymur Səlimov. Fəxrallah Verciyev. Əla sildi rəqibindən Fəxri. Cavdan Əmraxov. Fəqan Abbasov. Hər iki oyuncu yerdə qalmışdı. Hakim daim işarəsi verdi. Qazi Məmməd Ramazanov topladı. Seymur Ağamaliyev. Siyavuş. Eliyar İmanova top çətinliyi də olsa çatdı. Və qalkiper top oyuna dərhal daxil edir. Fəxrallah Verciyev. Ötürmə sol şanta Seymur Səlimova gəldi top. Seymur Səlimov önünü təmizləməyə çalışır. Zərbə edilir və gol! Gol! Seymur Səlimov. Daha bir golun əvəzi çıxıldı. Bu dəfə golun müəllifim alışdığımız Sima. Veteranların ulduz oyuncusu Seymur Səlimov oldu. Laçın 7, veteranlar 2. Oyunun cavabı var mı? Yox. Qrup mərhələsində oynayın. Playoff deyil. Avantaja buraxdı Hakim. Yerdə qalan oyuncu var. Fəqan Abbasov maçda 3 qolu müəllifi yerdə qalıb. Can evimizi bir dənə maksimum bəyənək dəyəri futbol sevərlər. Başla. Yağmur artıq burada da öz işini görməyə başladı. Top itkisi və az qala bu top itkisi qolla nəticələnəcəkdir. Fəxrallah Verciyev. Ramazanov ötürmə sağ şinatda Asif Mahmudzadə və son anda top orada. Əmraxov qaytardı, amma qaydan top Məhməd Ramazanovun sinəsinə tuş gəlir. Nəticədə 7-3 oldu. Hələ ki o qədər güclü yağmır, amma gedərək sanki artmağa başlayır yağışın sürəti. Az öncə bundan daha az idi. Xəqani topladı. Ara ötürməsi keçmədi Mirim. Yenədən Xəqani. Siyavuş. Səlimovda qalır top. Seymur Səlimov. Mirim. Seymur Səlimov. Və top qapıdan aralı keçdi. Hesabı sizə xatırladaq. Laçın 7, veteranlar 3. Maksimum dostlar, canlı yayımızı maksimum bəyənək ki, yayınımız kəşfətə düşsün. Xəqani. Miri qarşıladı. Ellər İmanov top orunda mübarizə aparırdı. Topu da qazandı. Ötürmə Siyavuşa və top qapıda aralı geçdi. Nəyə qaçırdı bu dəfə Siyavuş? Yenə fərqi 5 topa yüksəltmək üçün əla imkan yaxalamışdı Laçın. Seymur Səlimov. Ramazanov. Ötürmə ünvana çatmadı. Əmraxov topu oyuna daxil edəcək. Eliyar. Yəqin ki, gün zərbəsi təyin ediləcək, yoxsa yox. Sonra Eliyar İmanovdan top meydançanı tərk edib. Fəxrallah Verciyev. Seymur Səlimov. Miri. Asif Mahmudzadə. Növbəti 6 yerinə itirir veteranlar. Top Fəxrallah Verciyevdə.
Asim Mahmudzadə. Out Laçın. Semir Ağamalıyev. Out Laçın. Reklamaya yeni gelenler hoş geldiniz. İlyar İmanov. Semir Ağamalıyev. Siyavuş. Tabir Atlasın. Xəqani. Siyavuş. Marvik Bərzadədə qalır top. Porto ilə kim oynayacaq? Porto ilə Polestar komandası mübarizə aparacaq. Hesab bu oyunda isə 7-3 Laçının xeyrinə. Laçınla veteranlar mübarizəsi də hal-hazırda. Bakı vaxtı ilə saat 22:00-da isə Porto Baku və Polestar mübarizəsini izləyəcəyik. Çox mərkəzli qarşılaşmadır. Xüsusən də playoff mərhələsində də artıq komandalar transfer siyasətini irəli sürmək üzrədir. Sabah saat 10-da hansı komanda oynayacaq bir daha? Təəssüf ki, məlumatımız yoxdur. Benim özüme geçer. Bırakmadım dedim. Allah tu söhbət eləmə, denə bırakmadım. Getdi. Gel Şeymur gel, özün gel. Mehmet Ramazanov. Ayaq asıldı bir oyuncudan. Toxunuşu var və ikinciden zərbə. İlyar İmanov. Gün zərbəsi Laçın. Növbəti alt veteranlar. Semir Səlimov. Ramazanovun topuğunuşu uğursuz alındı və nəticə dəyişməz olaraq qalır. Ötürmədə səhv İlyar Ramazanov toplaydı və yenə Cavdan Əmrahovda qalır top. Öz səhvini düzəltdi. Qaytar qardaş, qaytar. Heç oynayır. Ona qaşır. Gəl. Növbəti altı yerinə yetirir veteranlar. Top Semir Səlimovda. Mehmet Ramazanov. Gün zərbəsi veteranlar. Mehmet Ramazanov. Semir Səlimov. Bir dəqiqə zərbə və hesab dəyişməz olaraq qalır. Miri. Asim Mahmudzadə.
qaydanı pozdu və cərimə zərbəsi. Marif Ekberzadə. Seymur Səlimov. Qazi Məhəmməd Ramazanov. Yeniden Səlimov. Fəxri Allaveziyev. Asif Mahmudzadə. Səlimov. Gənclər Liqasıdır mı? Xeyr. Qəzər Liqası. Fəqan Abbasov. Siyavuş. Elerimanov yaxşı tapdı. Eliyar. Zərbəsi o qədər yaxşı alınmadı. Məhəmməd Ramazanov. Həvəskar oyunculardır mı? Bəli. Mirim. Seymur Səlimov. Kəsdi mi? Yağmur. Demək olar ki, hə. Demək olar ki, hə. Əlbəttə, turnirimizdə hansısa bir komandada oynamaq istəyən olsa, canlı yayımız vasitəsilə mövqeyinizi yazın. Bəlkə də görən oldu, ehtiyac oldu, götürsünlər. Top Fəxri Allaveziyevdə. Elə özünə meydançana tərk etdi. Gənclər Liqası nə vaxt başlayır? Bizdə Gənclər Liqası yoxdur. Ümumi yaş həddi olmadan liqadır. 16 üzəri. Yer hardadır? Mərdəkəndə. İlk oyun nə vaxtı? Növbəti həftə. Siz də komandanızı yığaraq Xəzər Liqasına qoşula bilərsiniz. Şərtlərimiz çox sadədir. Səhifəmizə abunə olun, tarixdə müraciət edin, sizlərə əlaqə nömrəsi verək. Baxın, qane eləyirsə şərtlər qoşula bilərsiniz. Time-out götürmüşdü Laçın komandası. Artıq time-out da başa çatdı. Oyun davam etdirmək olar. Xəqəri. Allah sıyrıldı iki oyuncudan bir hərəkətlə. Abbasov oynayır, Abbasov. Abbasov və Marif Ekberzadə tirin altından çıxartdı ikinci zərbə. Hissənin maçın son 3 dəqiqəsi. Asim Mahmudzadə. Fəxri Allaveziyev. Məhəmməd Ramazanov. Eliyar İmanovuna mani ola bildi. Eliyar. Son olaraq Abbasovdan top meydançanı tərk etdi. Seymur Səlimov. Ramazanovun ötürməsi ünvana çatmadı və out Laçın. Növbəti out yerini itirir veteranlar. Şabıda oyun cərmə zərbəsi. Son 2 dəqiqə. Və top da orada. Asim Mahmudzadə mükəmməl qol ilə yadda qaldı. Hesabı 7-4 edir Asif Mahmudzadə. 10 nömrəli veteranlar komandasının əfsanəvi oyuncusu və sona 2 dəqiqədən az bir vaxt qalmış, fərq 3 topa indi.
Elvin. Üçün zərbəsi Veyselamlar. Emrahov. Səlimova gəlir top. Seymur Səlimov. Cavidan Emrahov. Eliyar. Eliyar İmanov və Cavidan Emrahovdan maraqlı bir asist izlədi. Eliyar İmanov isə fərqi yenidən 4 topa yüksəltdi. Laçın 8, Veteranlar 4. Feqan Abbasov. Xeqani. Siyavuş. Asim Mahmudzadəyə gəlir top. Mahmudzadə. Özü yoxluyur və Cavidan Emrahov yenə yaxşı reaksiya verir. Son 1 dəqiqə. Maçın sonuncu dəqiqəsi. Səlimov. Ona qarşı qayda pozulur və cərimə zərbəsi. Girin mənə ya Allahın dostu mən ona istəyirəm. Baba Allah haqqını Cərimə zərbəsini Asim Mahmudzadə yerinə yetirəcək. Qarşısında 2 nəfərdən ibarət canlı set var. Mahmudzadə və Cavidan Emrahov düzgün mövqe tutmuşdu. Və kobud səhvi bağışlamadı Fəxrallah Verciyev. Fərqi 3 topa indirdi. Veteranlar 5, Laçın 8 və bu da maçın son qolu oldu. Laçın 3 halın sahibi oldu.